Subhanallah. Kitablarına baxırsınız. Kitablarına baxanda adam dəhşətə gəlir. Deyək ki, bir rəddiyə verəcək. Deyək ki, İmam Albani məsələn, İmam İbn Bəzə və yaxud İmam İbn Baz rahimehullah İmam Albani bir rəddiyə verir. 2 səhifə, 3 səhifə ona tərif edir birinci. Dua edir. Allah səni qorusun, Allah sənə rəhm etsin, Allah səni bərəkətləndirsin. Sən bizim alimimizsən, sən bizim başımızın tacısan, gözlərimizin nurusan. 2 səhifə ona tərif edir. Sonradan nədir? Öz etirazını bildirir orada. Deyir ki, bəlkə bunu bu cür edərdik. Və yaxud mənə görə bu doğru deyil. İndi bunların ikisi hər ikisi əhlüsünnə, düzdür? Bizdə də belə eləyirik. Bunu da hamı özünə sual versin, o etiraz edən qardaşlar. Sonra nədir? Cavabını yenə özlərində insafla cavablandırsın. Sonra barakallahu fikum əksər insanları biz bu cürə görmüşük, müşahidə etmişik ki, onlar da təzə-təzə deyirdilər ki, biz rəy götürmüşük, hər hansı bir rəy götürmüşük. İstərsə namazın tərkində, istərsə digər məsələlərdə. Sonradan məsələlər o qədər qarışdı ki, subhanallah. Bu günləri həmin o insanlar 10 il bundan öncə, diqqət olun, barakallahu fikum. 10 il bundan öncə onlar deyirlər ki, mən də rəy götürmüşəm. Madam ki, elm əhli arasında rəylər var, mən də bunu götürmüşəm. Həmin o insanlar bu günlər böyük alimləri təkfir edirlər. Mən İbn Bəz Albani demirəm. Deyək ki, onlar bu əsrin alimləridir. Üzərlərindən keçirəm. Onlar Şeyxülislam İbn Teymiyəni, Əhməd İbn Həmbəli. Vallahi, billahi, tallahi. Fərqi yoxdur, kim olur olsun. Madam ki, onun fikri mənim fikrimlə üstə düşmür. Yox, üzr istəyirəm. Madam ki, onun fikirləri mənim havamla uyğun gəlmirsə, üstə düşmürsə, kafirdir o insan. Amma bir vaxtlar nə deyirdi? Deyirdi, onlar bizim alimlərimizdir. Onlar bizim başımızın tacıdır. Onlar ümmətin alimləridir. Nə cür oldu bəs yaxşı? Bu ona görə bu cür oldu ki, o insanlar elimsiz şəkildə demişlər ki, rəy götürmüşük. Sonra başladılar nə etməyə? Özlərinin havalarıyla hər hansı bir məsələni onlara gəldikdə elm əhlinə ərz etmədiklərinə görə. Amma əsl nədir? Fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Allah buyurur ki, Subhanahu wa ta'ala, əgər bilmirsinizsə bilmədiklərinizi bilənlərdən soruşun, elm əhlindən. İbn Abbas və digərlər deyir ki, burada əhlə zikr nədir? Elm əhli, bilənlərdən soruşun. Əsl budur. İnsan, subhanallah, belə deyək də, deyəndə ki, mən özümə rəy götürmüşəm, hər hansı bir məsələ gəlir, onu elm əhlinə ərz etmir, sonradan nə edir? Başlayır özünün nəfsləri ilə nə etməyə? Hökm verməyə. Bu da müsibət. Bu müsibət, subhanallah. Bu müsibət. Axı səndə yetərincə şərii elm yoxdur.